Deməli, digər məsələ. Bayaq dedik ki, oruc mərhələ-mərhələ fərz olub. Birinci, oruç tutmaq və ya əvəzinə kasıbı doyduraraq fidyə vermək, kəffara vermək arasında seçim olub. İstəyirsən oruç tut, istəyirsən iftar elə, amma əvəzində gərək fidyə verəsən. İkinci mərhələdə oruc artıq vacibləşdi. Amma hansı formada vacibləşdi? Hansı formada tuturdu müsəlmanlar orucu birinci? Deməli, oruc birinci belə tutulurdu. Səhərdən başladın oruca. Gəlirdi məğrib, iftar etmə zamanı. İftara icazə verilirdi. Yemək və ya cinsi əlaqə. Məğribdən işaya qədər. İşa namazı qılındısa, yemək, içmək də bitirdi, digər işlər də bitirdi. Artıq işa namazı qıldısa, bir də səhərsi günü məğribdə o su içə bilər və ya yemək yeyə bilər. Bu bir. 2. Əgər iftar vaxtı gəldi, məğrib namazı girdi, insan iftar etmədi, yemədi, içmədi, yatdısa, durub yeyib içə bilməzdi. Ta ki, 24 saatda. Bəli, ta ki gözləməli idi səhərsi günü məğrib namazını. Onda yeyib içə bilərdi. Birinci oruç belə olub. Məğrib əzanı oldu, iftar vaxtıdır. İnsan namazını qıldı, düzdür? Və yemək də gətirilib. Yemək də hazırdır, bu da amma yeməyib. Yatdı. Yuxu gözünü götürdü, yatdı. Durdusa yeyə bilməzdi. İşə girib. Birinci. Hətta işə girməsə belə. 2 dənə məsələ var. 1. Yəni ki, yeməyin qarşısını, yemək, içmək və cinsi əlaqənin qarşısını kəsən 2 məsələ var idi birinci. 1. Yuxu. 2. İşanın qılınması. 1. Əgər məsəl üçün insan hətta məğribdən sonra yatdısa, hələ işə girməyib. Durdu, yeyə bilməz, içə bilməz. Deməli, bu 2 məsələ. Yatmaq və işa namazı. İnsanın orucunu belə deyək ki, yenidən başladırdı və bu insanlar üçün müəyyən bir çətinlik yaradır. Düzdür? 3-cü mərhələdə isə gəldi yemək, içmək və qadınlarla yaxınlıq hətta fəcr doğana kimi. Fəcrə, sübh namazı girənə kimi. Yəni işaya kimi yox, fəcrə kimi. Allah Azze və Cəllə Əl-Bəqərə surəsi 187-ci ayəsində buyurur ki: "Uhillə lakum leylətəs-siyamir rafasu ilə nisaikum." Oruc gecələrində sizə qadınlarınızla yaxınlıq eləmək halal edildi. "Hunna libasun lakum və entum libasun lahun." Onlar sizin üçün, siz də onlar üçün bir libassınız. Bir-birinizi örtürsünüz. "Alimallahu annakum kuntum taxtanun anfusakum fataba alaykum və afa ankum." Allah Azze və Cəllə bilirdi ki, siz özünüzə zülm edirdiniz. Siz özünüzə xəyanət edirdiniz. Özünüzü aldadırdınız. Və Allah Azze və Cəllə bunu bilir və sizin tövbələrinizi qəbul edir və sizi bağışladı. Fəl-ənə və indi isə bəşiruhunna vəbtəğu mə kətəbəllahu ləkum. Onlara yaxınlaşın və Allahın sizə yazdığını Allahdan umun. وَكُلُوا وَاشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ. Və hətta fəcr girənə qədər və ağ sap, qara sapdan ayrılana qədər, yəni gecə gündüzdən, fəcr girənə qədər yiyin, için. ثُمَّ أَتِمُّ الصِّيَامَ إِلَى اللَّيْلِ. Sonra isə fəcr girəndən sonra, yəni orucu gecəyə kimi yenədən tamamlayın. Bax, bu möminlər üçün bir müjdə oldu. Deyir ki, Bəra ibn Azib radiyallahu anhu, "Kənə əshabu Muhammedin sallallahu aleyhi və səlləm İzə kənər raculu saiman." Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabından deyir, bir kəs əgər oruc olardısa, fəhədəral iftar, hətta iftar belə vaxtı gələrdisə, iftar gətirilərdisə, fənəmə qablə ən yuftira ləm yəkulu leylətəhu və lə yevməhu həttə yumsiyə. Əgər deyir, yemədən, iftarını açmadan yatardısa, sonra deyir, yeyə bilməzdi. Hətta həmən günü, yəni gecə keçir, sonra günüz gəlir, o günü axşamlayana qədər. Yəni səhərsi günün axşamına qədər yeməzdi, yeyə bilməzdi. Sonra deyir, "Və inna Qays ibn Sirmatel Ensari kana saiman." Qays ibn Sirma adında ənsarlardan olan bir dənə sahabə orucu idi. Fələmmə hədəral iftaru ətə imraətəhu. İftar vaxtı gələndə
qadının yanına gəlir. Öz qadınının yanına gəlir. Fəqalə ləhə. Ona deyir ki, "Əindəkə ta'amun?" Səndə nəsə yemək var? Yeməyə bir şey var. Da biz gələn kimi iftara 2 saat qabaqdan arvada naz nemətlər düzülüb. Hələ yox. Deyir, səndə iftara açmağa nəsə yemək var? Qalət, deyir ki, qadın, "Lə, vələkin əntaliqu fəətlubu lək." Yoxdur. Amma mən gedəcəm, sənin üçün bir şeylər axtaracam. Bir şeylər tapıb gətirəcəm. Və kənə yevməhu ya'məl. Və həmən günü, həmən o səhabə işləmişdi. Çoxlu iş görmüşdü, yorğun idi. Fəqalabəthu aynəh. Və gözləri dir ona qalib gəldi. Yəni yuxu bastı gözünü. Onu yuxu apardı. Yuxu apardı, yatdı. Fəcəəthu imra'atuhu. Onun qadını deyir, yemək götürüb gəldi. Gəldi yana. Fələmmə ra'əthu qalət xəybətən lək. Gəlib görəndə ki, o artıq yatıb, deyir ki, qaçırtdın. Yəni bu bir növ kəlmədir ərəb dilində, yəni xəyal qırıqlığına ifadə edən bir kəlmədir. Xəybətən lək. Yəni sən qaçırtdın bu məsələni. Yəni. Fələmmə intasafəl nəhəruğuşyə aleyhi. Daha sonra səhərsi günü, axşama qədər daha yeyə bilməz. Səhərsi günü, günün ortasında huşu gedir. Huşu gedir, özündən gedir. Bəli. Fəzukirə zəlikə linnəbiyyə sallallahu aleyhi ve sellem fənəzələt hədihil əyə. Və deyir, bu deyir məsələ Peyğəmbər sallallahu aleyhi ve sellemə xəbər verilir və sonra deyir, bu ayə deyir, nazil olur. Allah azza və cəllə bu məsələni nəsx edir. Bu aradan qaldırır bu çətinliyi. Buyurur ki, "Uhillə lakum leylətas-siyamir rafatu ilə nisaikum." Oruç gecələrində sizə qadınlarınıza yaxınlaşmaq halal edildi. Fəfərihu biha fərhatan şədidə. Səhabələr deyir, bundan çox şiddətli bir şəkildə çox sevindilər. Çünki 2 məsələ qadağan edilir. Da həm yemək içmək, həm qadına yaxın. Birinci məsələ gəldi, bu aya gəldi. Bu ayənin bu hissəsi gəldi ki, oruç gecələrində sizlərə qadınlarla yaxınlaşmaq halal edildi. Səhabələr də sevindilər. Və nəzələt və eyni zamanda ayənin digər hissəsi də nazil oldu. Və kulu vəşrabu hatta yetəbeynə lakumul xaytul abyadu minəl xaytil əsvad. Və sizə qara ip ağ ipdən ayrılana qədər, aydın olana qədər yeyib içmək də halal edir. Yəni yeyin için ona qədər. Burada da qara ip və ağ ipdən nəzərdə tutulan nədir qardaşlar? Yəni gecənin qaranlığı və fəcrin aydınlığı. Müslimdə gələn bir hədis var. Səhabələrdən biri deyir ki, mən deyir, bu ayəni eşidəndən sonra mən deyir, yastığımın altına ağ və qara ip qoyuram və onunla deyir, təyin eləyirəm. Yəni fəcrin girməsini. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o elə deyil. Bu gecənin qaranlığı və gündüzün aydınlığıdır. Sonra orada fəcrin girməsini Peyğəmbər sallallahu əleyhi və səlləm izah eləyir. Əli ilə yenə. Deyir ki, o fəcrin girməsi deyir, belə deyil. Belədir. Bax, indi mən burada sizə bir şey göstərəcəm. İnşallah. Baxın. Orada bir dənə işi oldu da. Baxın, qardaşlar. Bax, bu iki şəkildir. Yox, bu fəcrdir. Bu fəcr kəzibdir. Yalancı fəcr. Bax, düz yuxarı şaquli belə qalxır, ağ. Amma doğru fəcr, bax belə, yanlara yayılır. Əgər sizdən də kimsə bunu izləsə, görər. Birinci, hələ fəcr girməmişdən bax belə bir parıltı, bir şaquli halda bir dirək kimi belə çıxır. Bu aldatmasın. Bu yalancı fəcrdir. Doğru fəcr isə, doğru fəcrin girməsi isə nədir? Bax belə köndələn artıq yayılır, yana yayılır. Ağ nur. Gündüzün bəli, çıxmamışdan qabaq çıxana görə hələ var. Fəcrin girməsi, sübh namazı vaxtının girməsidir bu. Sübh namazının girmə vaxtı bu cür olur. Amma bu yalancı fəcrdir. Bu daha bir neçə dəqiqələr əvvəldə belə bir şey olur. Aydındır qardaşlar. Bizdə dağlar mani, o açıq dənizdə və ya səhrada açıq aydın görsənir. Orada da ayədə keçir ki, ağ sap, qara sap və səhabə də səhv başa düşür. Peyğəmbər sallallahu əleyhi və səlləm onu düzgün öyrədir. Deyir ki, orada gecənin qaranlığı və gündüzün aydınlığından gedir söhbət. Və sonra da belə əli ilə işarə eləyir. Deyir, bu deyir, olanda yox. Orada deyir, ağ deyir. Bu ağ deyir, yox. Belə, köndələn. Bax, bayaq şəkildə göstərdiyim kimi. Bəli. Və sahabə deyir, mən deyir,
ağ sapı, qara sapı döyüşə yastığıma qoyuram. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sənin yastığın nə genişdir. Nə genişdir sənin yastığın? Hələ əplər də düzür sonra. Ondan deyil deyir. O ağı gecənin qaranlığı və gündüzün aydınlığıdır ki, bir-birindən tam aydınlaşır. Bax görürsən, bir var belə dirək kimi qalxır, amma o qıraqlar yenə də gecədir. Ağlıq belə bir dirək kimi çıxır. O yalancı fəcrdir. Amma doğrusu nədir? Qaranlıq aydınlıqdan tamamilə ayrılır. Artıq aydınlıq oradan gəlir. Bir lay olaraq gəlir. Artıq günüz açır. Ora baxırsan ki, ağappaq parıldayır. Bu tərəfə baxırsan ki, qaranlıqdır.